Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu vesselamu ala Resulillah. Amma ba'd. Allah'ın salamı, rahmeti, bereketi, mağfireti cümlemizin üzerine olsun değerli dostlar. İslam İlimleri Mektebi Arap Dil Dersleri silsilesine hoş gelmişsiniz. Bugün biz sizinle şemsi harfle başlayan müeyyen isimler mevzusunu işleyeceğiz. Daha önce de vurgulamıştık ki Arap dilinde bir ismin başına elif lam artikılı elave olundukta həmin isim müeyyen yani mərife hesab olunur. Yani artık onu tercüme eləyərkən herhansı bir veya bir kimi ifadelerden istifade etmeyecektik. Lakin bu artiklın tələffüzü ismin başlandığı hərfdən aslı olarak iki farklı şekilde özünü gösterir. Birincisi gemeri harfle başlayan isimlerde, ikincisi de şemsi harflerle başlayan isimlerde. Geçen dersimizde gemeri harflerle başlayan isimlerin başına alif lam artikılı elave ettiğimizde alif lam artiklının lam harfini biz cezimli yani sükunda okuyorduk. Daha sonra kelimenin ilk harfine geçirdik. Şemsi harflerde ise vaziyet bundan farklıdır. Şemsi harflerle başlayan ismin başına alif lam artikılı getirdiğimiz zaman lam harfi üzerine herhangi bir hərəkə koyulmayıp bunun yerine sözün ilk harfi üzerine şəddə yazılarak oxumağa başlayacağıq. Qəməri hərflərin sayısı 14 idi. Eyni şekilde şemsi hərflərin sayısı da 14 dənədir. Bunlar T, F, Del, Zel, Ra, Z, Sin, Şin, Sad, Dad, Da, Va, Lam ve Nun harfleridir. Bu harflerle başlayan bir ismin başına alif lam artikılı getirdiğimizde burada da gösterdiğimiz gibi bu şekilde bir kelime başladığı zaman lam harfinin üzerine herhangi bir hərəkə koymayıp T harfinin üzerine şəddə koyarak kelimeni oxumağa başlayırıq. Ət-tə kimi. Ancaq qəməri hərflərdə vəziyyət necə idi? Alif lam artiklının üstüne bir tane qəməri hərf ilave ettiğimiz zaman əqqa demirdik. Alif lam artiklının lam harfini cezimde okuyorduk. Daha sonra kelimeni okumaya başlayırdık. El-qa bu şekilde. Geçen dersimizde de vurguladığımız önemli bir qeyd. Bir ismin başında alif lam koşması yani müeyyenlik artiklı geldiği zaman o ismin sonunda tenvin asla yer almaz. Aşağıdaki örneklere nəzər yetirək. Raculun bu neçə bir kelimedir ve ilk harfi de şemsi harflerdendir. Neçə bir kelimenin sonunda tenvin yer alabilir. Ancak bu kelime alif lam artiklı aldığı zaman sondaki tenvin düşer. Ve dersimizle alakalı olarak kelime şemsi harflerden biriyle başladığı zaman alif lam artiklından sonraki harfin üzerine şedde koyulur ve o şekilde okunur. Er-raculu. Yani biz bunu el-raculu şeklinde okursak bu hatalı bir okumadır. Ne için? Çünkü ra harfi şemsi harflerdendir. Şemsi harfle başlayan bir kelime alif lam artiklı ile beraber geldiği zaman lam harfinin üzerine herhangi bir şey koyulmur. Şemsi harfin üzerine şedde koyularak okunur. Er-raculu. İkinci örneğimiz raculen er-racule. Tenvin gitti ve şemsi harf üzerine bir şedde yazıldı. Raculin er-raculi. Bu şekilde okuyoruz. Harfi tarifli ismin Azerbaycan diline tercümesi. Başında harfi tarif olan isimler artık müeyyen kabul edildikleri için Azerbaycan diline tercüme edilerken bir sözünden veya herhangi bir ifadesinden asla istifade edilmez. Aşağıdaki örneğimizde eşşemsu gördüğünüz gibi müeyyenlik artikılı var ve sonunda tenvin yer almayıp. Kelime de şemsi harfle başladığına göre lamın üzerine herhangi bir hərəkə koymayıp şemsi harife şedde hərəkəsini verdik. Eşşemsu. Bu kelimenin nekre halı
şemsun şəklindədir. Belə olduğu zaman bir veya hər hansı bir ifadəsini istifadə edərək bunu biz tərcüm edirdik. Artıq bu kəlmə müəyyənlik qazandığına görə, cümlədəki mövqeyinə görə bu hallardan birisi ilə biz artıq tərcümə eləyəcəyik. İndi isə şəmsi hərflərin hər birinə bir örnək verərək nəkirə halından mərifə halına salmağın məşqlərini eləyəcəyik. İlk örnəyimiz T hərfi ilə başlayan bir kəlmə. Tilmizun, tilmizən, tilmizin. Gördüyünüz kimi üçü də nəkirə bir kəlmədir və hər birinin sonunda tənvin yer alıb. İndi bunu mərifə halına salırıq. Əliflam artiklımızı gətirdik. T hərfi şəmsi hərflərdən olduğuna görə şəddəli oxuduq. Ət-tilmizu, ət-tilmizə, ət-tilmizi. Bu şəkildə. İkinci hərfimiz F hərfi. Səvbun, mərifə halına salırıq. Əs-səvbu. Gördüyünüz kimi şəmsi hərfin üzərinə şəddə yazdıq. Sondakı tənvini də atdıq. Səvbən, əs-səvbə, səvbin, əs-səvbi. Üçüncü hərfə örnək. Dərun, əd-dəru. Gördüyünüz kimi dəl hərfi özündən sonrasına bitişmədi. Dəran, əd-dəra, dərin, əd-dəri. Zəhəbun, əz-zəhəbu. Şəmsi hərfi şəddəli oxuduq. Zəhəbən, əz-zəhəbə, zəhəbin, əz-zəhəbi. Rakibun, ər-rakibu. Rakibən, ər-rakibə. Tənvini atdıq. Rakibin, ər-rakibi. Zəbunun, əz-zəbunu. Biz bunu əl-zəbunu oxusaq, bu xətalı bir oxunuş olar. Nə üçün? Şəmsi hərflə başlayan bir kəlmədə əliflam artiklı gəldiyi zaman lamın üzərinə hər hansı bir hərəkə yazmırıq. Şəmsi hərfin üzərinə sadəcə şəddə yazaraq oxuyuruq. Zəbunən, əz-zəbunə, zəbunin, əz-zəbuni. Seyfun, əs-seyfu, seyfən, əs-seyfə, seyfin, əs-seyfi. Şitəun, əş-şitəu, şitəən, əş-şitəə, şitəin, əş-şitəi. Eyni zamanda bu kəlmələri qeyd eləyərək əzbərləyə bilərsiniz. Sadiqun, əs-sadiqu, sadiqan, əs-sadiqa. Gördüyünüz kimi tənvin ortadan qalxdı. Nə üçün? Çünki kəlmə müəyyənlik halına gəldi. Sadiqin, əs-sadiqi. Dayfun, əd-dayfu, dayfən, əd-dayfə, dayfin, əd-dayfi. Tairun, əd-tairu, tairan, əd-taira, tairin, əd-tairi. Zillun, əz-zillu, qalın və pəltək bir hərf idi. Zillən, əz-zillə, tənvin ortadan qalxdı. Zillin, əz-zilli. Şəmsi hərfin üzərinə şəddəni yazdıq. Ləbənun, əl-ləbənu, ləbənən, əl-ləbənə, ləbənin, əl-ləbəni. Son hərfimizə örnək. Nərun, ən-nəru, nəran, ən-nəra, nərin, ən-nəri. Bu şəkildə hər bir hərfə bir örnək verərək şəmsi hərflərdəki dəyişikliyi müşahidə eləmiş olduq. İndi isə məşqlərimizə keçirik. Verilən tək haldakı nəkirə sözləri hərfi tərifli, yəni başlarına əliflam artıraraq yenidən yazacağıq inşallah. İlk örnəyimiz
Təcirun. Biz bunu mərifə halına salacağıq. Nəkirə halda olduğuna görə sonu tənvinli bitib. Təcirun mərifə halına saldığımız zaman ət-təciru, ət-təcira, ət-təciri bu şəkildə yazırıq. T hərfi şəmsi hərflərdən olduğuna görə üstünə şəddə yazaraq oxuduq. Biz bu kəlməni əl-təciru deyə oxusaq xətalı oxumuş olaraq. Nə üçün? Şəmsi hərf olduğuna görə lam hərfinin üzərinə hər hansı bir hərəkə qoymuruq. Şəmsi hərfin üzərinə şəddə yazaraq oxuyuruq. Sə'ləbun tülkü deməkdir bu. Bunu mərifə, yəni müəyyən halında yazaq. S hərfi şəmsi hərf olduğuna görə şəddəli yazırıq. Əs-sə'ləbu, əs-sə'ləbə, əs-sə'ləbi bu şəkildə. Zibun qurd deməkdir. Müəyyən halında əz-zibu, əz-zibə, əz-zibi. Əl-zibu deyə oxusaq xətalı oxumuş olaraq. Nə üçün? Zəl hərfi şəmsi bir hərfdir. Müəyyənlik halında şəddə ilə yazılacaq. Lam hərfinin üzərinə hər hansı bir hərəkə qoyulmayacaq. Əz-zibu, əz-zibə, əz-zibi bu şəkildə. Zəirun ziyarətçi. Əz-zəiru, əz-zəira, əz-zəiri bu şəkildə yazılır və oxunur. Səyyidun Əs-səyyidu, əs-səyyidə, əs-səyyidi əfəndi deməkdir. Gördüyünüz kimi kəlmənin sonundakı tənvin başına əlif-lam əlavə olunduğu zaman artıq ortadan qalxdı. Tənvinlər yoxdur. Şəbun gənc deməkdir. Əş-şəbbu, əş-şəbbə, əş-şəbbi bu şəkildə. Dərsin müddəti uzamasın deyə mən kəlmələrin hər birini yazmayım. Sadəcə səsli bir şəkildə oxuyum, mənasını verim. Siz bunu yazaraq məşqlərə davam edə bilərsiniz. Safhatun səhifə, əs-safhatu, əs-safhatə, əs-safhati. Diftəun qurbağa deməkdir. Əlif-lam artiklı gəldiyi zaman tənvin ortadan qalxar və şəmsi hərfin üzərinə şəddə qoyular. Əd-difdəu, əd-difdəə, əd-difdəi. Əlif-lam artiklı gəldiyi zaman əd-davilətu, əd-davilətə, əd-daviləti. Masa, stol deməkdir. Zəmilun dost, yoldaş deməkdir. Z hərfi şəmsi hərflərdən olduğuna görə əlif-lam artikl yazıldığı zaman şəddəli oxunacaq. Əz-zəmilu, əz-zəmilə, əz-zəmili. Suqun, əs-suqu, əs-suqa, əs-suqi. Bazar deməkdir. Suratun şəkil deməkdir. Suratun əs-suratu, surətən əs-surətə, suratin əs-surati. Luqmatun bildiyimiz loxma deməkdir. Əlif-lam artiklı gəldiyi zaman əl-luqmətu şəddəli oxunacaq. Əl-luqmətə, əl-luqməti. İkinci məşqlərimizə keçirik. Verilən sözləri öncə nəkirə, sonra da mərifə, yəni hərfi təlifli olaraq yazıb oxuyacağıq. Birinci örnəyimiz səvr. Mənası öküz deməkdir. İlk öncə bunu fəthəli olaraq nəkirə halında yazacağıq.
Neçli olduğu zaman tənvin olarak gəlirdi. Tənvini yazdığımız zaman da tənvini dəstəkleyen bir əlif olması lazım idi. Thawran. Öçrəli halı thawrun, əsrəli halı thawrin. Bunun mərifə halı əth-thawru, əth-thawra, əth-thawri. Gördüğünüz kimi tənvin ortadan qalxdı və şəmsi hərfin üzərinə şəddə yazıldı. Dikun xoruz deməkdir. Diken dikun dikin. İndi isə bunu mərifə halında yazaq. Əddiku, əddikə, əddiki şəklində yazılacaq. Ra'sun baş deməkdir. Nəkirə halında ra'sun, ra'sən və ra'sin şəklində yazılır. Gördüğünüz kimi iki tənvini yazdığım zaman əliflə onu dəstəklədim. Mərifə halında isə əliflamı əlavə edirik və ra hərfinin üzərinə şəddə qoyuruq. Ər-ra'su, ər-ra'sə, ər-ra'si bu şəkildə. Sahifə. Nəkirə halında sahifətun, sahifətən, sahifətin. Mərifə halında əliflamı əlavə edirik və sad hərfinin üzərinə şəddəni yazırıq. Əs-sahifətu, əs-sahifətə, əs-sahifəti. Səhifə deməkdir. La'ibun oyuncu deməkdir. Nəkirə halında la'ibun, la'ibən, la'ibin şəklində yazılacaq. Nəkirə halından mərifə halına keçid edirik. Yəni əliflam əlavə edirik. Əl-la'ibu, əl-la'ibə, əl-la'ibi. Tasavvuf bildiğimiz tasavvuf deməkdir. Tasavvufun, tasavvufen, tasavvufin. Əliflamı əlavə etdiyimiz zaman şəddəli oxuyuruq. Ət-tasavvufu, ət-tasavvufə, ət-tasavvufi. Nurun, nuran, nurin. Əliflamı əlavə edirik. Ən-nuru, ən-nura, ən-nuri. Nur deməkdir, aydınlıq. Zaləm tam tərsi qaranlıq deməkdir. Zalamun, zalam. Mən, zalamin. Əliflam əlavə etdiyimiz zaman əz-zalamu, əz-zalamə, əz-zalami şəklində oxunacaq. Zahid bizim dildəki zahid mənasında. Nəkirə halında zahidun, zahidən, zahidin şəklində. Əliflam yəni müəyyənlik əlavə etdiyimiz zaman əz-zahidu, əz-zahidə, əz-zahidi şəklində oxunacaq. Bu məşqin son örneği zirvetun, zirveten, zirvetin. Əliflam əlavə etdiyimiz zaman tənvinlərin hər biri gedir. Ez-zirvetu, ez-zirvete, ez-zirveti. Gördüğünüz kimi şəmsi hərfin üzərinə hər zaman şəddəni yazdıq. Bu önemli bir ayrıntıdır. Bunu yaddan çıxartmayaq. İndi isə üçüncü məşqimizə keçirik. Bu məşqimizdə şəmsi və qəməri hərflərlə başlayan kəlmələr verilmişdir. Bu kəlmələri müəyyənlik halına salacağıq. Bir daha xatırladıram. Qəməri hərflə başlayan bir kəlməni müəyyənlik halına saldığımız zaman əliflam artiklının lam hərfi cəzmlə oxunurdu.
şəmsi hərflə başlayan bir kəlməni müəyyənlik halına saldığımız zaman əlif lam artiklının lam hərfi oxunmur. Şəmsi hərfin üzərinə şəddə yazılaraq o kəlməni oxuyurduq. Bunu yaddan çıxartmayaq. İlk kəlməmiz ruhun. Birincisi ra hərfinin hansı hərflərdən olduğunu ayırt etməmiz lazımdır. Ra hərfi şəmsi hərflərdəndir. Ona görə müəyyənlik halına saldığımız zaman üstünə şəddə yazacağıq və müəyyənlik halından sonra tənvin ortadan qalxır. Oxunuşu ər-ruhu. Bunu artıq biz əl-ruhu şəklində oxusaq bu xətalı olar. Niyə? Çünki artıq qəməri və şəmsi hərfləri öyrənmiş olduq. İkinci örnəyimiz zinətən. Z hərfi hansı hərflərdən idi? Bəli, şəmsi hərflərdən idi. Ona görə də üstünə şəddəsini yazırıq. Sondakı tənvini də atırıq. Oxunuşu əz-zinətə. Zinət süs deməkdir. Qariyətin. Kənd mənasına gələn bir kəlmədir. Başına əlif lam əlavə etdiyimiz zaman necə oxuyacağıq? Qaf hərfi hansı hərflərdən idi? Bəli, düz deyirsiniz. Qaf hərfi qəməri hərflərdən idi. Ona görə də şəddə yazmırıq. Lam hərfinə cəzm verərək oxuyuruq. Tələffüzü əl-qariyəti. Fikratun. F hərfi qəməri hərflərdən idi. Ona görə əlif lam artikli gəldiyi zaman lam hərfinin üzərinə cəzm qoyuruq. Oxunuşu da əl-fikratu. Sondakı tənvini atmağı da unutmayaq. Dairətən. Ba hərfi hansı hərflərdən idi? Bəli, şəmsi hərflərdən idi. Ona görə də müəyyənlik halında üzərinə şəddə qoyuruq. Oxunuşu da ət-dairətə. Bu mövzu ilə əlaqəli bir neçə kəlmə daha zikr eləyək. Nəbəun. Nun hərfi hansı hərflərdən idi? Şəmsi hərflərdən idi. Ona görə də üzərinə şəddə qoyaraq müəyyənlik halını oxuyuruq. Ən-nəbəu. Libəs. Bu da şəmsi hərflərdən olduğuna görə üzərinə müəyyənlik halında şəddə qoyacağıq. Əl-libəsu. Xa hərfi qəməri hərflərdən olduğuna görə əlif lam artikli gəldiyi zaman üzərinə şəddə deyil, lam hərfinin üzərinə cəzm qoyaraq oxuyacağıq. Yəni əl-xuluqa şəklində oxuyacağıq. Qaib. Ğ hərfi qəməri hərflərdəndir. Ona görə də əlif lam artikli gəldiyi zaman lam hərfi sükunlu oxunacaq. Əl-qaibi. Sadaqatun. Sad hərfi şəmsi hərflərdən idi. Ona görə də əlif lam artikli gəldiyi zaman üzərinə şəddə yazacağıq. Əs-sadaqatu. Dad hərfi bu da eyni şəkildə şəmsi hərflərdən idi. Əlif lam artikli gəldiyi zaman şəddəli oxunacaq. Əd-darurətə. Şəhid. Şin hərfi şəmsi hərflərdən idi. Əlif lam artikli gəldiyi zaman şəddəli oxunacaq. Əş-şəhidi. Kəlmələrin mənasını da verim. Nəbəun xəbər deməkdir. Libəs bildiyimiz libas, paltar, geyim. Xuluq xarakter, davranış, əxlaq. Qaib qaib, yəni mövcud olmayan. Sadaqa dostluq. Darura zərurət. Şəhid bildiyimiz şəhid mənasındadır. Bəli, bugünkü dərsimizi burada yekunlaşdırıram. Dərsimizi qısaca özətləyim. 3-cü və 4-cü dərslərimizdə bəhs etdiyimiz mövzu müəyyənlik artiklı ilə əlaqəli idi və bu artikldan sonra gələn kəlmələrin ilk hərfi ilə əlaqəli idi. Əgər kəlmələrin ilk hərfi şəmsi hərflərlə başlayarsa, bu hərflərin üzərinə şəddə qoyaraq oxuyuruq, lam hərfinə hərəkə vermirik. Əgər bu hərflər qəməri hərflərdən biri isə, qəməri hərfdən əvvəl lam hərfinə cəzm yazırıq və kəlməni o şəkildə oxuyuruq. Bu önəmli bir detaydır.
Çünki zamanla bu hərfləri o qədər təkrar eləməlisiniz ki, bunlar sizdə bir mələkə halına gəlməlidir. Yəni qalıcı olaraq siz bunu bir kəlməni gördüyünüz zaman həmən doğru bir şəkildə oxumalısınız. Ona görə də bu hərfləri əzbərləyərək, məşqlər edərək zehninizə yerləşdirməniz tövsiyə olunur. Rəbbim hər birimizi müvəffəq etsin. Gələcək dərslərdə görüşmək diləyilə. Hər birinizi Allaha əmanət edirəm. Esselamu aleykum və rəhmətullah.